dediyi gibi əməl eləyir. Düzdür. Bunu belə eləyərlər də. Burada çıxıb efirdə nə üçün şikayət Mən edirsən? demədim ki, mən dünən 2 nəfər haqqında danışdım. Hüseyin o deyir soğan yemir. Mənə gəldilər, sən mənə etibar eləmirsən. Ona görə Ayşadın qeybətini qırmalıydın canlıda. Mən sənin qeybətini qırmışam canlılarda. Sən qeybətini qırmışam, bir dənə sualıma cavab ver. Qeybət qırmıram, deyirəm ki, bəy vəziyyətə çatdırırsınız, sonra deyirsiz ki, ailələr dağılır. Ailənin dağılma səbəbləri şeylərdir də, belə şeylər dağılır ailəni. Ayşə, sən nə atışırsan? Bir şəhid anıl, mən tanırım, mən istəmirəm ayrılıq olsun. Mən şəhid anıl əziz çəkib orada, İspəndiyar müəllim əziz çəkib, digər dəyərli olmaz insanlar Zahir bəy əziz çəkib. Mən belə şeylər deyirəm. Allah xoşqədən qalmacan sağ versin. Bizim üçün necə mübarizə yapar, özün bilirsən. Bu xoşdurmur sən belə şeyləri nəzərə almalısan ki, belə hadisələr olmasın. Mən narkozluyum, mən aldım yerim yox, mən ürəyim ağrı, hər yerim ağrı. Mən demək istəyirəm. Mənə icazə verirsiniz, sözümü deyim. Hüseyin, sən heç kimə fikir vermə. Ayşadın böyüyü sənsən, evin böyüyü sənsən, evin kişisi sənsən. Sən heç kimə o ixtiyarı vermə ki, sənin ailəvə gəlib kimsə burnunu soxsun, gəlib məsləhət versin. Evin kişisi sənsən, sən məsləhət verməlisən, yoldaşınla bu işləri yoluna qoymalısın. O məsələyə, bax, mən sizinlə çox gözəl razıyam, Aydın. Artıq iş elə hədətə gəlib çıxıb ki, bizim ağsaqqal ağbirçək məsləhətinə ehtiyacımız olduğu üçün mən kimdən alın məsləhəti? Nə ağsaqqalım var, nə ağbirçəyim. Siz özünüz bir-birinizə məsləhət verin də. Danışırım, eləyirəm də, bax. Kiminsə məsləhətimizə ehtiyacımız yoxdur. Sabah uşaq böyüyəndə uşağa məsləhətisiz verəcək. O həddə çıxab ki, burada da, yəni, mən bilsin ki, günah məndə deyil. Mən o başıma hava gəlib. Düzgün deyil axı, sən yoldaşımı qoy qarşıma. Uşaq var, bir-birinizə məsləhətlər verin, danışın. Mən də sübutlarımla bizim ətrafımız, yaxınlarımız bilir ki, bu sübutlar dəfələrlə olub. Amma o həddə çatıb ki, mən burada deyirəm ki, bəlkə Ayşət onu da çəkib düzən verər özünə. Bizim millətdə adətdir ya, ailəni tez dağıtsınlar. Ailəni dağıtmaq asandır, amma qurmaq çətindir. Mən bu yolda çox şeyimdən keçdim. Mən istəmirəm ailə dağılsın. Yəni burada deyilmişəm o söhbətdə, dünən də əsəbləşəm. Allah eləməsin də Hüseyin, Allah eləməsin. Mən də keçdim, Yox. Kənardan baxırlar, deyirlər sizə belədir, elədir, ay nə bilim nədir, məsləhət verilir. Amma kənardan gülürlər ki, buna bax da, ən azından kişi də ailəsini yığıb yığışdıra bilmir. Biz yığıb yığışdırırıq. O şəraiti heç kimə verməyin o şəraiti ki, kimsə gəlsin sizə ağalıq eləsin və yaxud məsləhət versin. Özünüz oturun, danışın ailəlikcə, uşağınız var. Biz hər adamdan məsləhət almırıq. Ərk elədiyimiz böyüklərimiz ehtiyac yoxdur. Yox, bəzən təcrübəmiz bizim o qədər də yoxdur axı. İllərin təcrübəsi. Ya maşallah, Ayşə, mən hər şey eləmişəm. Mən əgər pozulmaq eləsəydim, pis işlər görsəydim, səndən 2 ildə sən tanıyıram. 27 il məsləhət verir. Yox, gözəl anadır Ayşə, gözəl atadır Hüseyin. Nə olub ki, mən maşallah, nə olub ki, uşağa da yaxşı baxırsınız. Ailəyə də çox gözəl baxırsınız. Mən özümə yox, ancaq uşağa vaxtlarım. Allah haqqı. Dostlar, kənardan baxıb paxıllıq eləyirlər. Mən uşağın yeməyini hazırlayayım. Sənin yeməyini hazırlayayım. Allah haqqı, mən uşağı qoya bilmirəm. Özünü fırlayır, kravat ensiz, divan ensiz. Kənardan yazırlar, burada yazırlar ki, boşandınız. Hə, Hüseyin boşansa gəlib sizə alacaq. Narahat olmuyor. Boşanan günü, səhərli günü gəlib sizə alacaq. Məndə yorumlar gülürlər, sevinirlər. Boşandınız, barışdınız. Nəyə lazımdır belə söz söhbətlər? Qarın abada deyin ki, bir yerdə olun Hüseyin. Gedirik ailəvin başının üstündə o günən uşaq var. Nəyə lazımdır? Gəlib burada hərə bir dənə ağıl verin. Ağıl verənə qədər gedin öz ailənizə ağıl verin da millət. Gün kimi ailədir, nə olub ki? Biz hər adamdan məsləhət almırıq. Biz ərk elədiyimiz, dəyər verdiyimiz gözəl insanlardan məsləhət alırıq. Allah yaxşılar can sağ versin. Allah yaxşılar versin. Bilirəm, Ayşad, qurban sənə, bir bacı kimi sənə məsləhətim odur ki, bir bacı kimi sənə deyim ki, imkan vermək ki, kimsə səni gəlib bu canlıda alçatsın. Artıq söz desin, imkan vermə. Bir dəqiqə üzr istəyəm hamısından. Alçalda bilməz, şay bacı, ayana. Aytəc, bir dəqiqə deyəm mənim gözəl qızım. Necəsiz? Nəsə, özünüzə yaxşı baxın, öpürəm, heç kimi məsləhətlə Bir ana kimi, 60-a yaxın yaşım var.
Allah can sağ Bax, olsun. bu canlı sizi ailənizi dağıdacaq ha. Qurban olaram sizə. Bir-birinizi bərk tutun. Qızım, Hüseyni bərk tut ha. Hüseyn çox qabiliyyətli oğlandır. Hər sirrinizi canlıda deməyin. Hər sözünüzü canlıda deməyin. Nə dərdiniz oldu canlıda deməyin. Sizi bu canlı bədbəxt eləyəcək. Bu canlı sizi evinizi dağıdacaq. Bu canlı sizi bir-birinizə ayıracaq. Və bu canlı uşağı da səni də bir-birinizə ayıracaq ha qızım. Nə dərdin var yoldaşına deyinə. Heç və burada sir vermə. Ama Canlıda ben dərdinizi demedim. deməyin. Dünənlərə Hüseyin hər şeyi açıb ağardı. Mən deməmişəm. Hüseyin, qurban olun mənim oğlum, mənim balam. Mənim də bir balam var 30 yaşında. Allah Qadana sağ Allah. olsun, sağ olsun. Hər dərdini oğlum, canlıda demə. Canlı səni hamı istəyir, heç bir istəmir səni. İnan Allaha, burada səni heç kim istəmir. İnsanı bir istədiyi adam var, ata, ana, bacı, qardaş, bir də ailə. Yalan söhbətdir. Bu canlıda dərdin bir ana kimi səni ərç eləyirəm oğlum. TikTok səni evi dağıdacaq. Evin yoxdur, yavaş-yavaş evində olacaq inşallah. Tələsmə. Bir də səbirli ol. Eşdin qızım, sən də mənim balam. Qurban olum, mənim 60 yaşım var. Allah can sağ Yoldaşı olsun. bərk. Canlıda dərdini heç kimə demə. Dost tanışlarıma heç kimə kim dərdini demə. Qurban olum sənə. Evimiz yoxdur, evimiz də düzələcək. Valla mənim də evim yox idi. 22 il mən kvartiranda oturdum. Məsələ evdən getmir, ey ayana. Məsələ başqa məsələdir. Başqa məsələdir demə canlıda. Canlı sizi bədbəxt eləcək. Deyəcək ayır Hüseynlə. Hüseyn deyəcək ayır onu özündən bədbəxt eləmə özü. Yalan söhbətdir qızım. Sən də papaq dölsə onun bunun başında gəzəsən. O da papaq döl onun bunun başında gəzsin. Qızım, bir-birinizi bərk tutun. Adamın çox dərdi olar, çox sirri olar. O qədər mən dərd çəkmişəm. 30 il mən fikir, dərddən, ailəm öldü. Bəs mən neyim, tək uşağı tək başıma, tək uşağım yoldaşım rəhmətə getdi. Tək bir uşağımı tək başına böyütdüm. Xadiməli ilə, indi xadiməli eləyirəm. Həm epilepsiya xəstəsiyəm, həm sudurğa xəstəsiyəm. Evim eşiyim olmayıb. 24 il kvartirada oturmuşam. Sonra da hepateka girib ev almışam. Qızım, adamın siri içində qalar, adamın sözü içində qalar. Canlıda olmaz. Heç kimə deməyin dərdinizi. Ata, ana, bacı, qardaş, hamısı yalandır. Heç kimə dərdinizi deməyin. Dost da səni sağ cibin. Sola da etibar eləmə, ürəyə yaxındır. Qızım, ərvi bərk tut. Hüseyin kimi qeyrətli oğul sən tapmayacaqsan. Mən Mən Hüseyin sənə çox bir ana kimi papaqlı koy başına. olmağa çalışıyorum. Sadece koymamak istemiyorum. Yaxşı, sən onu qoydun qulaq as qızım. Allah uzaq eləsin, Allah ağzımdan. Sən onu boşandın ondan, getdin. Hə? Onu qoyacaqsan 18 il terminaldan aliment. O hardan verəcək onu? Mən aliment ayrılmaq fikirləşmirəm, yana. Ay sağ ol qızım, səni burada ayıracaqlar. Bax, mən sənə bu canlıda deyirəm. Bu TikTok səni Hüseyinə ayıracaq. Hüseyni bərkürdə eləmirsən, bir-birinizə üzr istəyin. Mən bir ana kimi sənə ərç edirəm. Qızım, mənim ailəm olmayıb, tək başına sürülmüşəm ha. Tək başına, xadiməli eləmişəm. Oğlumu böyütmüşəm 30 yaşında. Əlinə iş vermişəm. Onun üçün ev almışam, bax xadiməliyimlə. 405 man maaşına. İnan, Rəbbim Allaha and olsun. İnandırsan mənə? Mən sənə deyirəm, bir ana kimi ərvi bərk tut. Heç kimə inanma. Gəldin sözümün üstünə. Gəldin. Heç kimə inanma qızım, səni ailə o dağıdacaqlar. Hüseyin, qurban olun, bir ana kimi. Ata olmayıb yanında, mən də səni bir anam. Xalom, bir bibim, bir nə bilim əzizim. Qurban olum sənə, bu TikTok səni ailə o dağıdacaq. Bu TikTok səni ailə o dağıdacaq, inan Allaha. Oyanın, papaqınızı qoyun, siz onu bunu papaq döz, onu bunun başında gəzəsiniz. Bəs tutub bir-birinizə nə eləmişsin, çəkin barışın, bir yerdə olun, öpüşün, qucaqlaşın, bir çörəyi var, suya bat, yarısı ona ver, yarısı sənəyi. Mehriban olun. Yalan söhbəti bu TikTok. Bu TikTok hamısı düşmandır. Sənin anın var burada bu TikTokda, nə bacın var, nə qardaşın var, nə dostun var, hamısı yalandır. Səni 5 gün deyəcək, sən mənə gəl 1 manat atım sənə, 5 manat atım sənə, gəl sənə mən çörək verim, hamısı yalandır. Üzürlü sayın, mən biraz əsəbləşdim, agresivləşdim, ona görə o dərdi mən görmüşəm. Əsəbləşmə ana, Allah sizdən sağ Qurban olum sizə. Bir-birinizi bəlkə get yoldaşın yanına, get balığın yanına, balığın yanında ol. Mən elə edirəm, mən Quran haqqı. Hərdən bir saat, yarım saat, 2 saatlik düşərəm, mən haracı gedəyim. Girəndə bir oyun oyna. Gir sən də bu qədər cəmaat ki, burada PK-li PK oyna. Başqa heç nə dərdinizi bir-birinizə deməyin. Deməyin, olmaz. Qızım, eşidirsən məni? Hüseyni bərk tut. Allah heç bir qızı ata evinə qaytarmasın. Mən sənə deyirəm ha. Bax sənə asabasan Allah uzaq eləsin. Boşandı gəlsin. Sənə hərə bir vedrə bağlayacaq. Mən sənə deyirəm ha qızım.
Bax, mən sənə dedim, bir ana kimi Allah şahidim olsun düz danışıram. Ərvi başlıq. Nə sürün orada ərvədir, heç kimə demə burada canlıda.